Əgər mətndə tünd qara hərflə bir söz görüb belə düşünürüksə, hə müəllim, onsuz da mənasını bilirəm. Keçək. Dayanın, çünki imtahanda həmin söz sizə elə bir sual verə bilər ki, birdən-birə mən bu sözü tanıyırdım axı, bəs necə cavab tapa bilmirəm deyəcəksiniz. Məsələ də elə bundadır. Bu gün biz mətndə tünd qara hərflərlə verilən sözləri təhlil edəcəyik, amma sözün sadəcə lüğətdəki mənasına baxmayacağıq, nələrə baxacağıq? Videonun sonuna qədər izləməyi unutmayın. Hazırsınızsa başlayaq. Mərkəzinin 3 standart sual tipi var ki, bunlardan birincisini sizə izah edirəm. Həqiqi və məcazi məna, yəni mətn daxilində həqiqi və ya məcazi məna olmasına baxacağıq. Əgər cümlədə oxuduğumuz həqiqi mənadadırsa, sizdən digər mənada cümlədə işlətdirsə, siz məcazi mənada cümlədə işlədəcəksiniz. Məcazidirsə, digər mənası isə həqiqi olacaq. Yəni eynisini işlətmirsiniz, şərtə diqqətdən baxmaq lazımdır. Məsələn, nümunəyə baxaq, həqiqi və məcazi mənada. Məsələn, cümlə verir, onun dərin düşüncələri var idi. Dərin sözünü bizdə fərqləndirir. Deyir, dərin sözü hansı mənadadırsa, digər mənada cümlədə işlədir. Baxırıq ki, dərin sözü burada məcazi mənadadır. Biz onu digər mənada həqiqi mənada, yəni cümlədə işlədəcəyik. Dərin quyu, dərin dərə, dərin arx. İkinci sual tipimiz kontekstə uyğun məna tapmaq və ya kontekstə uyğun qarşılıq tapmaqdır. Kontekst sözün mənası mətndə işlənən mənadır. Yəni cümlədə hansı mənadadırsa, o məna deməkdir. Bunu diqqətlə yadınızda saxlayın. Həm 11-ci siniflər, həm 9-cu siniflər mütləq izləsin. Sinonim formasında verməyəcək, sizə yazacaq ki, qarşılığı. Məsələn, bir ifadə və ya söz və ya cümlə verəcək, tünd rənglə fərqləndirir və deyir ki, bunun kontekstə uyğun qarşılığını yaz. Qarşılıq sözünün mənası sinonim deməkdir, antonim demək deyil. Nümunə ilə biz buna baxaq. Məsələn, mətndəki cümlə, məsələn, pəncərədən işıqlı bir gələcək görünürdü. İşıqlı sözünü fərqləndirir, deyir, onu kontekstə uyğun mənasını və ya qarşılığını tap. Qarşılığı sinonimi, yəni işıqlı sözünü oradan çıxardacağıq. Başqa mənaya uyğun hər hansı bir nümunə qoyacağıq. Məsələn, parlaq gələcək ola bilər, ümidverici olar. Yəni bizə lazımdır ki, çıraqla işıqlandırılmış olmasın. Pəncərədən çıraqlı bir gələcək görünürdü, lampalı bir gələcək görünürdü olsa, təbii ki, bu yanlış fikir olar. Eyni mənada cümlə qurmaq, səhv və ya düzgün nümunə baxaq. Onun soyuq münasibəti vardır. Bilirik ki, soyuq sözü burada məcazi mənadadır. Deyir ki, bunu olduğu kimi işlət. Biz yazırıq ki, bugün hava çox soyuqdur. Amma bizdə burada məcazidə həqiqi yazırıq. Bu zaman bizə 0 bal verəcək. Nə yaza bilərik? Müdir qonaqları çox soyuq qarşıladı. Yəni, eyni mənada olduğu mənada cümlədə işlədirik. Dövlət İmtahan Mərkəzinin test toplusu Azərbaycan dilinə, məsələn, mətnlərin birindən baxaq. Satılı kitab mətnidir. 192-ci sualda nə istəyir bizdən? Tünd qara hərflərlə verilmiş ifadənin mənasına uyğun olmayan istəyir. Tünd qara hərflərlə verilmiş ifadəmiz burada alov püskürməkdir. Bəzən şagirdlər sadəcə nəyə baxır? Həmin ifadəyə. Bu yanlışdır. Nəyə baxacaq müəllim bəs? Cümlə daxilində mənasına. Məsələn, qapıdan girərkən anam alov püskürdü. Alov püskürmək bilirik ki, məcazi mənadadır, frazeoloji birləşmədir, frazemdir. Özündən çıxdı, olar. Hirsi başına vurdu, olar. Tüstü təpəsindən çıxdı, cin atına mindi. Yəni, mənası nədir? Əsəbləşmək. Sinonimləri özündən çıxmaq, hirsi başına vurmaq, cin atına minmək və s. Gəmiləri dəryada batmaq, qəmgin olmaq mənasındadır, qəmli olmaq mənasındadır. Ona görə düzgün cavabımız məsələn C variantı olacaq. Digər bir mətn nümunəsinə baxsaq, burada tünd qara hərflərlə verilən sual varmı? Çoxluğun mətninə baxırıq. Burada məsələn 124-cü suala baxaq. Tünd qara hərflərlə verilən ifadənin kontekstə, yəni mətndəki mənasına uyğun, baxın, qarşılığını tap, yəni sinonimi tapırıq. Deyir, birazdan hava pisləşəcək, yerişinizə haram qatın. Yəni, sürətlə yeriyin mənasındadır. Bu zaman tez-tez yerimək olacaq cavabımız E variantı olur. Yəni, bu formada biz birbaşa ifadəyə təkcə baxmırıq, mütləq yadımıza saxlayırıq. İfadənin cümlədə və ya mətndə olan mənasına baxmalıyıq. O zaman cümləni bütöv oxuyacağıq. Nə edirik? Cümləni bütöv oxuyuruq. Mətnlər çətin deyil. Üsulsuz işləyəndə sadəcə çətin görünür. Dərs 4-də görüşərik.